Efendim şimdi Türk dünyasına götüreceğiz sizleri. İlk olarak Azerbaycan'a gideceğiz. Ardından Kazakistan, Özbekistan'da da muhabir arkadaşlarımız bizleri bekliyorlar. Ancak belirttiğim gibi ilk durağımız Azerbaycan olacak, Bakü olacak. Ermenistan'da seçim süreci yaklaşırken hükümetle Ermeni Apostolik Kilisesi arasında artan gerilim devam ediyor. Hemen Bakü'ye uzanalım. Bu gelişmenin ayrıntılarını alalım. Fatih Avanos konuyla birlikte bizleri Erivan siyasi atmosferiyle ilgili değerlendirmeleri için bekliyorlar. Sözü bırakıyoruz. Efendim 2026 yılı geldi. Tabii bölgemiz son 4 yıldır 5 yıldır hem kuzeyimizde Rusya-Ukrayna savaşı, güneyimizde yaşananlar, İsrail'in bölgede istikrarı bozan hamleleri ve İran'da yaşananlar, bölgede huzursuzluk had safhada, Güney Kafkasya istikrar istiyor, sabitlik istiyor. Burada da tabii seçim yılı olduğunu biliyoruz Erivan'da. Haziran ayında seçimler var. Azerbaycan tarafının bir takım beklentileri var. O yüzden de anayasa referandumu da bekleniyor. Bu seçim sonuçları doğrudan aslında anayasa referandumunu da bizlere müspet ya da menfi olarak getirecek ve Erivan'da Paşinyan hükümetinin son dönemde kiliseyle yaşadığı bazı sorunlar var. Seçim dönemi var. Bunları konuşacağız. Güney Kafkasya'yı konuşacağız. Kiminle? Sayın Anar Aliyev'le, uluslararası hukuk uzmanı. Efendim yayınımıza hoş geldiniz. Paşinyan geldiğinden beri reformları, ıslahatları hayata geçirmek istiyor. Kilisenin siyaset üzerindeki o etkisini kırmaya çalışıyor. Yine son günlerde kiliseyle karşılıklı aslında açıklamalar var. Sokaklarda yürüyüşler düzenleniyor. Neler yaşanıyor Erivan'da efendim? Evet, sizin de söylediğiniz kimi 2026 bir sıcak kış geldi Ermənistan için, İrəvan için. Çünkü Ermənistan'da 6. ayda çok əhəmiyyətli bir seçkiler keçiriləcəkdi və 2021-ci ildə növbədən kənar seçkilərdə Ermənistan xalqı necə müharibə və sülh arasında seçim edərək sülhə səs vermişdisə, yəni Paşinyan və onun komandasından daha çox sülhə səs verdiyini nümayiş elətdirmişdi, sülh tərəfdarlı olduğunu. İndi də hesab edirəm ki, 2026-cı ilin 6-cı ayında keçiriləcək seçkilərdə Paşinyan və ona əks qüvvələrdən daha çox, onlar arasında seçim etməkdən daha çox mövcud vəziyyətin qorunub saxlanması mı, konfrontasiyanın davam etməsi mi, yoxsa əməkdaşlıq, sülh, Türkiyə ilə Azərbaycanla əlaqələrin genişlənməsi, ticarət, iqtisadi əlaqələrin genişlənməsinə mi səs verəcək? Bax, bu seçim arasında qalacaqdır. Ona görə də hesab edirəm Ermənistanda çox əhəmiyyətli bir proseslər ərəfəsindəyik. Kənar bir sıra güclər Ermənistanın tutduğu hazırki getdiyi xətti, xüsusilə də Azərbaycan və Türkiyə ilə əməkdaşlıq əlaqələrinin normallaşdırılması istiqamətindəki tutduğu xətti qəbul etmək istəmir, bunu dəyişdirməyə çalışır. Çox təəssüflə qeyd etməliyik ki, həm şimal, həm cənub qonşumuz, yəni Rusiya və İran bu proseslərdə heç də bölgə xalqlarının və regionda baş verən proseslərin, reallıqların mahiyyətinə uyğun davranış nümayiş elətdirmək istəmir. Ermənistanla Azərbaycan arasında, Ermənistanla Türkiyə arasında əlaqələrin qurulmasını özlərinin Qafqaz maraqlarına zid kimi, zərbə kimi qiymətləndirirlər. Bir sıra hallarda hətta bunu açıq şəkildə bəyan edirlər. Məsələn, Zəngəzur dəhlizinin açılmasını, Ermənistandan keçəcək hissəsinin bu günə qədər uzanmasını İranın bəzi rəsmiləri özlərinin fəaliyyətlərinin müsbət, dırnaq arasında təbii ki, müsbət nəticəsi kimi qiymətləndirirlər. Biz buna imkan vermədik, yoxsa çoxdan açılırmış ki, açılacaqdı ki, kimi bəyanatlar səsləndirirlər. Amma biz artıq 2026-cı ilin ortalarından sonra bu istiqamətdə əhəmiyyətli addımların atılacağını gözləyirik. Çünki Ermənistan xalqının seçisinin məhz əməkdaşlığa, məhz Azərbaycanla Türkiyə ilə əlaqələrin qurulmasına səs verəcəyini ümid edirik. Amma bu prosesdə təbii ki, əməkdaşlığı, təbii ki, əlaqələrin qurulmasını, Azərbaycanla Türkiyə ilə sərhədlərin açılmasını özünün başlıca fəaliyyət istiqaməti kimi görən Paşinyan üçün və onun komandası üçün çox mühüm rəqiblər, çox mühüm əks qüvvələr mövcuddur. Burada təbii ki, keçmiş revanşist qüvvələr, keçmiş prezidentlər və onların arxasında dayanan qüvvələri, Rusiya bağlı qüvvələri qeyd etmək lazımdır. Eyni zamanda təbii ki, erməni lobbi təşkilatları əhəmiyyətli şəkildə bir sıra hallarda Türkiyə ilə Azərbaycanla əlaqələrin indiki şərtlər daxilində ən azı qurulmasını qəbul etmək istəmirlər. Eyni zamanda Ermənistanda tarixi artıq uzun bir dövrü əhatə edən və müasir erməniçilik, xəstə erməniçilik ideologiyasının formalaşmasında çox mühüm rol oynayan Daşnaküstün Partiyası var və onun ideolojisi var. Eyni zamanda müasir erməniçiliyin formalaşmasında və həyata keçirilməsində mərkəz nöqtə rolunu oynayan, mərkəz rolunu oynayan
Qriqoryan kilsəsi var və çox təəssüf ki, heç vaxt o sülhdən, barışdan yana olmayıbdır. Hər zaman türklərə, kürdlərə qarşı, müsəlmanlara qarşı qətliamlara çağıran bir təşkilat olubdur. Hər zaman insanların, sivil insanların öldürülməsində çağrışçı rolunda çıxış eləyibdir. Ama Anar Müəllim, burada icazeniz varsa araya gireyim. Bu kuvveler hiç değişmedi. Fikirleri, ideolojiler hiç değişmedi. Ama 6 yıl önce, 7 yıl önceki Türkiye-Azerbaycan da yok sanki. Yani bugün bakıyoruz Cenab Prezident'in o müdrik siyasetiyle artık Washington'ın desteğini arkasına almış, değil mi? Washington'ın huzurunda orada üçlü imza görüyoruz ki artık Amerikan başkanı bile bu barışı istiyor ve yanımızda. Yine Azerbaycan Türkiye liderlerinin aslında o akılcı siyasetiyle enerjide Avrupa'da 14-15 ülkeye artık enerji ihraç eden bir Azerbaycan var. Yani söz sahibi bir Azerbaycan var masada olan. Artık onların en azından Batı, Avrupa ile Amerika'nın biraz etkisini kırdık diyebilir miyiz? Yani eskisi gibi hepsi karşımızda değil, kimilerinin desteğini de çekmişiz gibi görünüyor sanki. Təbii ki, 90-cı illərdən fərqli olaraq artıq Qərbin ayrı-ayrı güclərindən, paytaxtlarından biz reallığa uyğun olaraq, haqqa, ədalətə, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Azərbaycanın ortaya qoyduğu mövqeyə, Türkiyənin ortaya qoyduğu mövqeyə dəstək nümayişlərini müşahidə etməkdəyik. Bu yalnız ona görə deyil ki, biz hüququn, beynəlxalq hüququn, haqqın tərəfindəyik. Bu həm də ona görə ona bağlıdır ki, Azərbaycan, Türkiyə kifayət qədər gücləniblər, söz sahibidirlər və bölgədə Azərbaycanın, Türkiyənin maraqlarını, mövqeyini nəzərə almadan özlərinin maraqlarını reallaşdıra bilməyəcəyini çox yaxşı dərk edən artıq paytaxtlar var. Ona görə də daha çox Azərbaycanla, Türkiyə ilə, Bakı ilə, Ankara ilə əməkdaşlıq etməyə maraqlı olan tərəfləri biz müşahidə etməkdəyik. Eyni zamanda sizin də qeyd etdiyiniz kimi artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm bir paya sahibdir və etibarlı tərəfdaş kimi qəbul edilməkdədir, edilir. Ona görə də Azərbaycanın ortaya qoyduğu mövqe ilə Cənubi Qafqazın stabilləşməsi, Cənubi Qafqazın barış bölgəsinə çevrilməsi ilə bağlı baxışlarına, vizyonuna biz dəstəyi müşahidə edirik. Amma əks qüvvələr də sakit dayanıbmı? Çox təəssüf ki, onlar sakit durmurlar və bütün mümkün imkanlardan istifadə edərək bu layihələri, bu planları pozmağa çalışırlar. Məsələn, elə İranın Xarici İşlər Nazirinin müavini dünən Ermənistana səfər etdi və çox təəssüf ki, yenə də Ermənistanla danışıqlarda, Ermənistan Xarici İşlər Naziri ilə danışıqlarda yenə də Cənubi Qafqazda stabilliyin pozulmasına xidmət edə biləcək fikirlər səsləndirdi. Ermənistanın Azərbaycanla Türkiyə ilə əlaqələrin qurulması, xüsusən də TRIP layihəsi adlanan, TRIP deməli hissəsi adlanan o Zəngəzur dəhlizinin Ermənistandan keçəcək hissəsinin inşası ilə bağlı proseslərə mümkün maneçilik göstərməyə çalışırlar. Və yaxud da biz Rusiya faktorunu görürük ki, Rusiya müxtəlif mümkün imkanlardan istifadə edərək hibrid variantlardan istifadə edərək Ermənistanda seçkilərə müdaxilə etməyə çalışır. Ermənistanda seçkilərin nəticəsini pozmağa çalışır. Onun maraqlarına xidmət edən əks qüvvələrin hakimiyyətə gəlməsinə çalışır ki, bu halda təbii ki, Ermənistanla Azərbaycan arasında və nəticə etibarilə Azərbaycanla Ermənistan arasındakı proseslərin normallaşmasına söykənən Türkiyə-Ermənistan əlaqələrinin normallaşması, Türkiyə-Ermənistan əlaqələrinin yaranmasına mane olmağa çalışırlar. Sərhədlərin açılmasına mane olmağa çalışırlar. Çünki Türkiyə ilə Ermənistan arasında əlaqələrin güclənməsi Türkiyənin Qafqaza təsir imkanlarının böyüməsinə gətirib çıxaracaq ki, bu da bölgədə destabilləşmə siyasəti həyata keçirmək istəyən qüvvələri ciddi şəkildə proseslərə müdaxilə imkanlarını məhdudlaşdıracaqdır. Bax, bunun qarşısını almağa çalışırlar. Amma bütövlükdə Ermənistanda hesab edirəm ki, seçki öncəsi proseslər kifayət qədər gərgin keçir, gərgin keçəcəkdir. Hakimiyyətin ikinci Qareginə qarşı həyata keçirdiyi Qriqoryan kilsəsinin nizamnaməsinə əks fəaliyyət göstərdiyi, övlad sahibi olduğu ilə bağlı məlumatlar səsləndirən ikinci Qareginə qarşı həyata keçirilən siyasəti əks tərəf, eyni zamanda onun kənar havadarları Ermənistan hökumətinin kilsəyə qarşı siyasəti kimi təqdim etməyə çalışıb, bununla xalqdan dəstək almağa çalışırlar. Amma hesab edirəm ki, həyata keçirilən proseslər, Ermənistan hakimiyyətinin apardığı təbliğat, elə son yürüyüş, İrəvanda həyata keçirilən son yürüyüş və xalqın verdiyi dəstək onu göstərdi ki, xalq Ermənistanda seçici bu proseslərin
kilsəyə qarşı olmadığını, əksinə kilsəni zəbt etmiş, kilsəni Ermənistanın marağından daha çox, bölgənin marağından daha çox kənar güclərin, xüsusilə də əks kəşfiyyat qüvvələrinin, xüsusi xidmət orqanlarının maraqlarına xidmət edən bir orqana çevrilmiş Qirqaryana qarşıdır, üzr istəyirəm, Qareginə qarşıdır, onun komandasına qarşıdır və hesab edirəm ki, bu gücləri də tədricən sıradan çıxarmaqla, onların təsir imkanlarını zəiflətməklə Ermənistanda seçkilərə Paşinyan belə rahat, daha arxain bir mühitdə gedəcəkdir və seçkilər də Paşinyanın və onun komandasının qələbəsi ilə, yəni nəticə etibarilə əməkdaşlığa, sülhə, barışa səs verən seçkilərin səsinin üstün olması ilə yekunlaşacaqdır. Çok teşekkür ederiz inşallah. Bizim de dileğimiz o. Güney Kafkasya, sabitlik, huzur, bütün aslında yolların birleştiği, kavşak olduğu, güney ile kuzeyi, doğu ile batıyı birleştiren ve dediğimiz gibi lojistik hatlar, iletişim ağlarıyla orta koridorun kalbi, yüreği olsun. Hepimizin isteği burada, bölgede barış olsun. Anar Bey'e çok teşekkür ediyorum. Evet, başkent Bakü'de Ermenistan'da yaşanan gerilimi, tartışmaları, siyasi aslında tartışmaları ele aldık ve bu noktada Paşinyan'la kilise arasında yaşananları Sayın Anar Bey'in görüşleriyle birlikte sizler için değerlendirdik diyelim. Başkent Bakü'de son notlar bu şekildeydi. Sözü yeniden size bırakalım. Hükümet ve kilise gerilimini Fatih Avanos'tan ve değerli konuğundan dinledik, değerlendirmelerini aldık.